Salam uşaqlar. Bugün 25 iyun lisey imtahan mərkəzinin keçirdiyi 7-ci sinif üzrə riyaziyyat fənninə baxacağıq. Keçək sualların izahına. Siz də bu arada yoxlayıb neçə doğrunuz var, neçə səhviniz var yaza bilərsiniz yorumlarda. 21-ci sual deyir, hesablayın. Belə bir kəsir verilib bizə. İlk öncə biz bunu hesablamaq üçün təbii ki bir məxrəci hesablamaq lazımdır, bir sürəti sonradan bölüb yekunda 2-dən çıxacağıq. Onda elə birbaşa yazıram bərabərdir, 2 çıxılsın. Sürətdə yazıram necə? 2 çıxılsın 3-də 2, yazıram 2-ni 3-də 6 kimi yenə 2 eləyir də, çıxılsın 3-də 2 şəklində. Məxrəcdə də yenə yazıram 2 çıxılsın 2 bölünsün, 2 çıxılsın 3-də 2-ni yazıram 3-də 6, çıxılsın 3-də 2 şəklində. Bu da bərabər olacaq. Bərabər olacaq 2 çıxılsın. Kəsr xəttində yuxarıda olacaq 3-də 4, aşağıda olacaq 2 çıxılsın 2 böl 3-də 4. Böləndə tərsinə vuruluq da, elə olacaq 2 vurulsun 4-də 3 şəklində. Bu da bərabər olacaq yekunda 2 çıxılsın. Sürətdə yenə 3-də 4-ün özünü yazıram. Məxrəcdə 2 çıxılsın. Buradan 2 ilə ixtisar gedir, qalır 2. Onda 2-də 3 qalırsa, onda burada belə yazaq da 2-də 4 yazaq bu 2-ni. Çıxılsın 2-də 3 şəklində. Bu da bərabər olsun 2 çıxılsın. Sürətdə 3-də 4 idi, yazıram 3-də 4. Böləndə tərsinə vurmalıyım. Burada 2-də 4-dən 2-də 3 çıxanda nə qalır? 2-də 1. 2-də 1-ə böləndə tərsinə vuracağım, yəni 2-yə. Bu da bərabər olacaq 2 çıxılsın. Gəlin 2-ni üçün məxrəci şəklində yazaq da, 3-də 6 şəklində. Olacaq 3-də 6 çıxılsın neçə? 2-yə vuranda, 2-yi 4-ə vuranda eləyəcək 3-də 8. 3-də 6-dan da 3-də 8 çıxanda qalacaq nə? Mənfi 3-də 2. 6-dan 8 çıxanda mənfi 3-də 2. Varmı belə cavab? Bəli, C variantı. Keçək növbəti 22-ci sualımıza. Deməli, uşaqlar 22-ci sualı sağda çəkdim, vaxt getməsin deyə burada sağda videonu dayandırıb çəkmişəm. Deməli, burada deyək ki, BAC bucağı, ümumi A bucağı neçə dərəcədir? 100 dərəcədir. Buraya yazıram 100 dərəcə. Və bu hissələr bir-birinə bərabərdir və AD, yəni BD-yə bərabərdir. BAD bucağı, yəni bura tən böləndir. BAD ilə DAH bir-birinə bərabər bucaqlardır. Allah burada göylə də qeyd edə bilərik. Və bizdən ACB-ni soruşur, yəni X olan bucağı bizdən soruşur. Onda gəlin belə yazaq. Baxın, bu bucaq bu bucağa bərabər. Bura bir T desəm, burada bir T olacaq. Və bu bərabər yanlı 3 bucaq olduğu üçün, baxın hansı bucaq A, D, B. BAD 3 bucağı bərabər yanlı 3 bucaq olduğu üçün onda oturacağı bitişik bucaqlar nədir? Bərabər. Yəni onda bura T desə bu bucaqda olacaq nə? T. Və biz bilirik ki 3 bucağın bir xarici bucağı, yəni bax bu bucaq, ADH bucaq, bu bucaq ona qonşu olmayan 2 daxili bucağın cəminə bərabər. Yəni T ilə T-nin cəmi. Onda bura olacaq nə? 2T. Və biz bilirik ki burada 90 dərəcədir. Onda bu düz bucaqlı 3 bucaqda daxili bucaqlar nə olacaq? 90 dərəcə, 2T və T. Onda yazıram mən belə. T üstə gəlsin 2T, üstə gəlsin 90 dərəcə bərabər 180-ə və yaxud da iti bucaqların cəmi 90 dərəcədə düz bucaqlı 3 bucaqda elə də yaza bilərik. Buradan da olacaq 3T bərabərdir. 3T bərabər 90-a, T də bərabər olacaq nəyə? 30 dərəcə. T 30 dərəcədirsə, onda bura olacaq 2T, elə silirəm, yazıram 60 dərəcə. Bura yazıram 30 dərəcə, burada olacaq 30 dərəcə və eyni ilə burada olacaq nə? 30 dərəcə. Təpə bucağı 100 dərəcə idi, bura oldu 30 dərəcə. Onda olacaq 30, 100 və X-in cəmi. 30 üstə gəlsin 100, üstə gəlsin X bərabər. Bu böyük bucaqda nə olacaq? Daxili bucaqların cəmi 180. Buradan da X bərabər olacaq 180 çıxılsın 130. Bu da eləyəcək neçə dərəcə? 50 dərəcə. Yəni doğru cavab 22-də də olacaq. C variantı. Keçək 23-cü suala. 23. Buradan da qeyd edirik nömrəsində. Deməli, uşaqlar 23-cü sualda deyir ki, cəbri şəkildə verilib hər 3 çubuğun uzunluğu və 3 müxtəlif çubuqdur. X da burada natural ədəddir. Deyir, A və mavi olan ucları birləşdirdikdə, yəni bu iki hissəni birləşdirdikdə qara çubuğun 2 mislindən qısa olur. Buna görə ağ çubuğun uzunluğunu ala biləcəyi ən böyük tam qiymət neçə olar? Onda deməli biz bunların ikisini əgər birləşdiririksə, onda yazaram 2x üstə gəl 5, bir də üstə gəl 3x çıxılsın 2. Kiçik olacaq nədən? Qaranın 2 mislindən kiçikdir. Yəni x plus 10-da 2-yə vuracam. Olacaq nə? 2x plus 20 şəklində. Gəlin bunu hesablayaq. Hər tərəfdən 2x-lar çıxsaq islah olacaq. Qalacaq 3x çıxılsın 3 kiçikdir. Daha doğrusu üstə gəl 3, 5-dən 2 çıxanda 3 qalır. Bərabərdir 20-yə.
Buradan olacaq 3x kiçikdir 20-dən 3 çıxsaq qalacaq 17. X da hər tərəf 3-ə bölürəm. X da kiçikdir təqribən 5 tam neçə eləyir? 2, 5 tam onda 6 təqribən. Bu şəkil təbşir dövrü olaraq davam eləyəcək. İndi x 5 tam onda 6-dan kiçikdirsə, ən böyük qiymət neçə, tam qiymət neçə olacaq? Təbii ki, 5 alacaq da. Yəni 5-in özünü. 5 tam onda 6-dan kiçik, ən böyük tam ədəd 5-dir. Və bizdən də aparıb ağın uzunluğunu bizdən soruşdu. Ağın yerinə qoysa, ağ nə idi? 2x plus 5. Bu da bərabər olacaq 2 vurulsun 5. X-in yerinə yəni 5 yazıram. Eləyəcək. Bir də üstünə gələcəm 5. Bu da eləyəcək 10. 5 gəldi eləyəcək neçə? 15. Yəni doğru cavab olacaq C variantı. 23-cü sual. Daha doğrusu 24-cü suala keçək. Deyir, x, y ədədləri doğru müqayisəsi hansıdır? Deməli, uşaqlar burada nə edəcəyik? Gəlin bunun da məxrəcini hər tərəfini, sürət və məxrəcini hər tərəfini 3-ə vuraq. Yəni, eyni bir ədəd eləyir də. Olacaq nə? Mənfi 69-da 99 və y ədədi olacaq mənfi 71-də 101. Hələ ki, bu ikisini müqayisə edək. Baxın, sürət və məxrəcləri arasındakı fərq eynidir, elə deyil. Yəni, hər birində neçədir? 99 çıxılsın 69 bərabər 30. Burada da 101 çıxılsın 71 bərabər. Yəni, fərq neçədir? 30. Fərq eyni olanda və sürəti məxrəcindən kiçik olanda, daha doğrusu böyük olanda, yəni düzgün olmayan kəsr olanda, hələ ki bu mənfilərə baxmıram ha uşaqlar. Sürəti məxrəcindən böyük olanda, onda biz dedik ki, sürət və məxrəci kiçik olan kəsir böyükdür. Amma burada indi hər birinin qarşısında mənfi var deyə tam əksi olacaq. Yəni burada x kiçik olacaq, daha doğrusu nədən? Ortadakı ədəd hansı idi? Y-dən. X kiçik olacaq Y-dən. İndi gəlirəm digər tərəfdən Z ilə müqayisə eləməyə. Z 47-də neçədir? 47-də 67-də mənfisi. Normalda məsəl üçün belə götürək. 47 ilə 67 arasında fərq nə qədərdir? 67 çıxılsın 47 bərabər 20-yə. Tutaq ki, bunlar arasında da fərq 30. Tutaq ki, 67 deyil, 77-dir. Yenə bu ikisini müqayisə eləyəndə, hələ ki mənfilərə baxmıram. Bu ikisini müqayisə eləyəndə hansı böyük olacaqdı normalda? Bu kəsir, yəni 47-də 77. Amma mənfi olduğu üçün yenə burada proseslər nə olacaq? Tam əksinə olacaq. Yəni bu kəsir bu kəsirdən böyük olacaq. Yəni onda Z də böyük olur Y-dən. Onda X kiçikdir Z-dən, Z də kiçikdir nədən? Y-dən. Yəni doğru cavab olacaq 24-də nə? A variantı. Keçək 25-ci sualımıza. 25-ci sualda bizdən nə istəyir? 25. Deyir, içərisində eyni böyüklükdə olan 4 qırmızı, 4 yaşıl top olan torbaya neçə ədəd qırmızı top atılarsa, torbadan çıxarılan bir topun qırmızı olması ehtimalı 75% olur. Yəni, ehtimal nə qədər olar? P ehtimal bərabərdir. 75% 4-də 3 deməkdə. Deməli, bizdə ümumi P ehtimal nəyə bərabərdir ümumiyyətlə? Əlverişli halların sayı bölünsün mümkün halların sayına. Deməli, onda bizdə mümkün hal, burada yazıram, mümkün hal elə birbaşa yerində yazıram. Mümkün halların sayı 4, cəmi neçə dənə şarım var, topum var, 8 dənə. İndi deyir, nə qədər qırmızı əlavə eləyək? Bilmirəm, 1x qədər qırmızı əlavə eləyək, yəni ümumi sayı artacaq. Əlverişli halların sayı, bizdən qırmızı topun çıxmasını soruşur da. Nağd əlimdə nə qədər qırmızı top var? 4 dənə. İndi deyir, nə qədər əlavə eləyək? Bilmirəm, x sayda x-lə işarələmişdə. Deməli, bunu da üzərinə gələcəm x. Və yekunda mənim ehtimalım nə qədər olmalıdır? 4-də 3. Buradan da çarpaz vursaq, olacaq 4 x üstə gəlinsin 16 bərabər üstə 8 24 plus 3x-a. 3x-i sola da olacaq 4x çıxılsın 3x bərabər 24 çıxılsın 16. Buradan da olacaq x bərabərdir 8. 24-dən 16 çıxanda 8 qalır da, hə? Bəli, olacaq 8. Yəni deməli listədən qırmızı top əlavə eləməliyəm 8 ədəd. Yəni doğru cavab olacaq D variantı. Aparıb yekunda yerinə qoyub yenə yoxlaya bilərsə, həqiqətən görəsiniz ki 75% eləyir, yəni 4-də 3. Baxaq 26-cı suala. 26-cı sualda bizdən nə istəyir? Deyir, boş bir hovuzu tək başına birinci kran A, ikinci kran 2A, üçüncü kran isə 4A saatda doldurur. Kranların üçü birlikdə 5-də A saat açıq qalarsa, hovuzun hansı hissəsi boş qalar? Deməli, biz bu tipli sualları necə eləyirdik? Məsələn, normalda A saata doldurursa, 1 saata A-da birini dolduracaq. Amma indi bizə deyir ki, 5-də A saat işləyib də. Bunu da vurmalıyam nəyə? 5-də A-ya. Sonra üzərinə gələcəm digər kranı. Digər ikinci kran 2A-ya doldurursa 2A saata. 1 saata 2A-da birini dolduracaq və bizdən nə qədər işləyib? 1 saat yox, 5-də A saat işləyib. Bunu da vuracam nəyə? 5-də
A sağda. Üstə gəlsin. Digər kranda normalda 4 sağda doldurursa, daha doğrusu 4 A sağda doldurursa, 1 sağda nə olacaq? 4-də yox, 4A-da 1. 4A-da 1 və bunu da vuracağım. Neçə saat işləyib? 5-də A sağda. Bunu da vuracağım 5-də A-ya. Yəni hər biri 5-də A saat işləyib. Bu da bərabər olacaq. Alar ixtisar gedir, qalacaq 5-də 1. Üstə gəlsin. Burada da alar ixtisar gedir, qalır 10-da 1 və üstə gəlsin. Burada da alar ixtisar gedir. 4 5-ə vuranda eləcək nə? 20-də 1. Bu da bərabər yekunda toplasam ortaq məxrəc elə 20-dir. 20-ni 4-ə böləndə düşəcək 5-ə böləndə düşəcək 4, 20-ni 10-a böləndə düşəcək 2 və 20-ni 20-yə böləndə düşəcək 1. Bu da cəmi neçə eləyir? Hovuzun hansı hissəsi dolar? 20-də 7 hissəsi. İndi mənə deyir boş qalır. Dolan hissəsi 20-də 7-dirsə, onda 1 tamdan çıxaram 20-də 7 və yaxud da 20-də 20-dən çıxaram. Eyni şeydir. Bu da qalacaq nə? 20-də 13 hissəsi boş qalacaq. Yəni doğru cavab olacaq B variantı. Keçək. Buradan 27-ci suala. 27-ci sualda bizdən nə istəyir? Maksimum dərəcədə sürətlə izah eləyirəm, ümid eləyirəm hesablayan zaman səhvlər etmiş. Deyir, aşağıdakı ədəd oxu xətlərlə bərabər hissələrə bölünmüşdür. C-D fərqini tapın. Aha. Deməli, uşaqlar, 27-ci sualda gəlin burada şəkili qoy sürətlə çəkin burada. Buradan deməli 1, 2, təbii ki, C kimi çəkəcəm. Əsas bizə C kimi lazımdır. C kimi 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu olacaq C. Deməli, D ikincidədir. Buranı silək yaxşı görək. A da dördüncüdədir. Burada A'dır. Yazdım bura. Onda mən burada əlavə olaraq bir dənə hesablama başlanğıcı 0 götürürəm. Onda bunlar bərabər hissələrə bölünübsə, onda C kimi gəlin 3 ayıraq burada. Olacaq 1, 2 və 3. Yəni burada davam eləyə gedir də. Artıq indi onları yazmadım. Deməli buradan bura qədər olsun 1 tam. Yəni bura yazıram 1. Buradan bura qədər hər 3 ara elə bir 1 vahid götürürəm. Bura götürürəm, tutaq ki olacaq 2. Burada götürürəm, nə olacaq? 3 olacaq. İndi gəlin araları hesablayaq. Hər bir ara 1, 3 ara olduğu üçün 1, 2, 3. Onda 1 araya düşəcək 3-də 1. Elə bir bölgümüz olacaq 3-də 1-də. Onda C'miz olacaq neçə? 2 tam 3-də 1, 3-də 1. 3-də 1 ilə 3-də 1 toplayanda olacaq nə? C bərabər 2 tam 3-də 2 şəklində. Və D-ni tapsaq, D də bərabər olacaq 1, ikinci bölgüdə hətta 3-də 1, yenə 3-də 1. Cəmi olacaq D də bərabər nəyə? 3-də 2-yə və bizdən də fərqini soruşur. Onda C-dən D-ni çıxsa, C çıxılsın, D bərabər olacaq 2 tam 3-də 2 çıxılsın 3-də 2. Bu da bərabər tam kəsr hissələr gedəcək. Qalacaq nə? 2 tamın özü. Yəni doğru cavab olacaq 27-də B variantı. Keçək 28-ci suala. Deyir, uyğunluğu müəyyən edin. Düz xətlər bir nöqtədə kəsişir, paraleldir, üst-üstə düşür. Deməli, baxaq burada. Paralel olanda onların K-ları bərabər olmalıydı da. Bu asandır. Aha, indi burada belə bax, K-ları eyni olan hansıdır? Paralel olan ən asan buydu da. K-lar K1 bərabər olmalı nəyə? K2. K-ları bərabər olan elə A variantında da. Burada da K-sı 2-dir, burada da K 2-dir. Deməli, onda olacaq 1, 2, 3 düzürəm. 2-yə paralel deyə oldu 2 A variantı. Sonra 3-də deyir, üst-üstə düşür. Üst-üstə düşəndə K-lar da bərabər olurdu. B-lər də bir-birinə bərabər olurdu. Yəni sərbəst ədlərdir. K-lar da B-lər də eyni olan, baxın C-dədir. Burada da K-sı -3-dür, burada da K -3-dür, burada da B2-dir, burada da B2-dir. Sadəcə yerlərini dəyişdiriblər. Deməli 3-ə oldu C. Bir dənə qaldı, 1-ə də olacaq nə? A variantı. Bir də daha doğrusu A variantı yox. 1-ə də qaldı B variantı. Bəli. Yəni burada da zaten K-lar müxtəlifdir. K-lar müxtəlif olanda nə olur? Kəsişir də. Deməli oldu 1B, 2A, 3C. Yəni doğru cavab burada da olacaq nə? A variantı. Keçək 29-a. Aha, buradan keçək növbəti təzə səhifəyə. 29. Deməli, deyək ki, aşağıdakı qrafik bir nəfərin marketdən etdiyi 5 günlük alış-veriş miqdarını göstərir. Deyir, bu market bir gündə 80 kiloqramdan çox, yəni 80 kiloqramdan çox olmalı. Məsələn, 81, 82, 83, yəni 80 özü daxil deyil. Deyir, məhsul satdıqda 80 kiloqramdan artıq olan hər bir kiloqrama görə 20% endirim edərsə qiymətdə. Kiloqramı 15 manat olan bu məhsul 5 gündə cəmi neçə manat ödənir? Deməli, birinci gün deməyək, burada cümə gündə nə qədər məhsul alıb kiloqramdan? 72 kiloqram. Yəni 80 keçmədiyi üçün elə 15 manatdan satacaq. Yəni olacaq 72 vurulsun 15. Sonra üstünə gələcəm. Şənbə gününə baxıram.
92 kiloqram satılıb. 92 kiloqram satıldığı üçün artıq 80 kiloqram keçib də. İndi deyir ki, 80-dən artıq olan hər bir kiloqramına görə. Yəni deməli 80 kiloqrama qədər yenə 15 manatdan hesablanmalıdır. Onda yazıram 80 vurulsun 15. 80-dən artıq, yəni 90-a kimi 12 kiloqram qalır da. Həmin o 12 kiloqramda 20% endirimlə. 15-in 20%, 20% 5də 1 deməkdir. Elə 15-in 5də 1 nə deməkdir? 3 manat. Yəni 3 manat endirim olacaq. Yəni yerdə qalan 12 kiloqramda 15 manat idi. 3 manat endirim eləsə elə 12 manatdan hesablanacaq. Yəni üstünə gələcəm 12 vurulsun 12. Sonra yenidən üstə gəlirəm. Üstünə gələcəm nəyi? Bazar gününə keçirik. Bazar günü 80 kiloqram alveriş eləyib. Biz demişdik 80 kiloqramdan çox olmalıdır endirim olması üçün. Onda olacaq dəyişən bir şey yoxdur. 80 vurulsun 15 manat. Üstə gəlsin sonra 84 kiloqram alıb bazar ertəsi. 84 kiloqramdırsa bunun 80 kiloqram 15 manatdandır. 4 kiloqramda 20% endirim 12 manat eləyir da. 4 vur 12. Bir də üstünə gələcəm sonuncu gün yenə 72 kiloqram alıb çərşənbə axşamı. Olacaq 72 vurulsun 15. Bu da bərabərdir. Bunların hamısını hesablamaq lazımdır. Deməli 72-ni 15-ə vuranda eləyəcək 1080. Burada 72 vur 15 2 ədəddir. 1080-i də 2-yə vuranda eləyəcək neçə? 2160. Sonra üstünə gələcəm. 80 vur 15, 80 vur 15. Burada da olacaq 1200. 2 dənə olduğu üçün eləyəcəm. O da eləyəcək. 2-yə vuracam 2400 eləyəcək. Bunu da üstünə gələcəm. 12 vur 12, 144 yazıram bura 144. Burada bir dənə də 1200 var imiş. Bunun yerinə elə birbaşa yazaq 3600 da 3600. Bir də üstünə 4 vur 12-dən neçə eləyir? 48. Bunları gəlin toplayaq bərabərdir. Bu da bərabər yekunda eləyəcək 5952 manat. Yəni doğru cavab olacaq nə? C variantı. Keçək 30-cu suala. 30. Görək bizdən nə istəyir? 30 da. Deyir, zalda 210 nəfər şagird var. Oğlanların 5də 2-si, qızların isə 3də 1 lisey forması geyinmişdir. Əgər zalda 72 nəfər lisey forması geyinən varsa, zalda neçə oğlan olduğunu tapın. Deməli, uşaqlar, burada tənliklər sistemi qurmalıyıq. Deməli, oğlanların sayına bir o deyək, qızların sayına da bir elə q ilə işarəliyik. Deməli, o üstə gələk q bərabər neçə olmalıdır? Cəmi 210 nəfərdir, oğlanlarla qızlar. Deyir, oğlanların 5də 1 ikisi, daha doğrusu 5də 2 o. Üstə gəlsin qızların 3də 1, 3də 1 q, 3də 1 lisey forması geyinib və cəmi 78 lisey forması geyiniblərsə bərabər eləyəcəm 78-ə. Buradan biz nəyi tapmalıyıq? Zalda neçə oğlan olduğunu tap. Gəlin, birinci biz burada oğlanların sayını tapaq. Gəlin, aşağıdakı ifadənin hər tərəfini 15-ə vuraq. Amma qızlar sinifində gəlin 3-ə vuraq ən yaxşısı. 3-ə vuranda onda bu yekunda bu ifadəm nə olacaq? Olacaq 5də 6 o, üstə gəlsin q, bir də üstə gəlsin, daha doğrusu bərabərdir. 78 vurulsun 3. 78 vurulsun 3. Bu da eləcək 234. Birbaşa yazırım. 234. İndi bu birinci tənliklə, baxın. Birinci tənliklə bu üçüncü tənliyi alt-alta çıxıram. Deməli, aşağıdan yuxarını çıxaq. 5də 6 nə deməkdir? 1 tam. 5də 1. Burada tam hissəni çıxanda, yəni 1 tam 5də 1 o'dan o çıxanda nə qalacaq? 1 tam. Qalacaq nə? 5də 1 o. Üstə gəlsin qdan q çıxanda elə 0 qalacaq. Elə birbaşa bərabər yazıram. 234-dən də 210 çıxanda qalacaq nə? 24. Buradan da çarpaz vursaq hər tərəf 5-ə. Elə hər tərəf 5-ə vuranda nə olacaq? 24-ü 5-ə vuranda 120. 120. Deməli, oğlanların sayı neçə oldu? 120. Var cavabda? Bəli. B variantı. Əsas bu tənliyi qurmaqda. Tənliyi qurandan sonra artıq siz özünüz də rahat hesablaya bilərsiniz. Keçək neçənci sualda? 31-ci sual. Deyir, şəkildə müvafiq hissələrin sahələrinə uyğun ifadələr onların daxilində yazılmışdır. Aşağıdakı modelə uyğun cəbri ifadəni müəyyənləşdirin. Deməli, burada nədir? X kvadratı plus 4x, x da buradan 5x, bir də üstə gəlsin 4. Bir də üstə gəlsin sərbəst həddimdə 4. Birincisi burada belə deyək, sərbəst hədd 4 olmalıdır. Sərbəst hədd 4 olmalıdır. Sərbəst hədd burada 4-dürsə, burada gəlin variantlara bax. 4-ü burada vurub atsaq olacaq nə? 4x plus 16. Zaten bu ümumiyyətlə hər birini vurub açmaq da olar, elə də tanımaq olar. A variantı ödəməyəcək. Burada x-a vuranda hər bir ifadə x-la olur, yəni sərbəst hədd olmur. Sonra B variantında 2-ni 3-ə vuranda 6 eləyir, yəni sərbəst hədd yenə 4 olmur. Bu da səhvdir. Yenə vurub aça bilərsiniz, yenə dediyim kimi. D variantını amma vurub atsaz,
Görərsiniz burada x kvadratı üstəgəlsin 1-i x-a vuranda x, x-i 4-ə vuranda olacaq 4x, x, 5x. Bir də sərbəst 1 vurulsun 4, yəni yenə 4 edir. Yəni açılışını yazıb da asanlıqla tapa bilərsiniz. 31 olacaq. D variantı. Keçirəm neçənci suala? 32-ci suala. Deyir ki, olarsa A plus B plus C-ni tapın. Biraz sadələşdirmək lazımdır. Gəlin onu da belə eləyək uşaqlar. Burada gəlin bu ilk iki bərabərliyi götürək. Yəni A plus B bölünsün 3 bərabərdir B bölünsün 2-yə. Gəlin bunu çarpaz vuraq. Olacaq nə? 2A plus 2B bərabərdir 3B-yə. 2B-ni sağa atlatsam olacaq 2A bərabər 3B-dən 2B çıxanda nə qalacaq? B. Deməli B nəyə bərabərdir? 2A-ya. Biz bu bərabərliyi almış olduq. İndi digər tərəfdən gələk bu 2 bərabərliyi götürək. Yəni B bölü 2 bərabər C bölü 7. Yazıram buradan. Buna ehtiyac yoxdur artıq. B bölünsün 2 bərabər C bölünsün 7-yə. Buradan B-ni nə ilə əvəzləyə bilərəm? 2A yaza bilərəm yerinə. Buradan B-nin yerinə yazıram 2A. A-lar gedir, qalır A. Buradan da A bərabər olur nə? C bölünsün 7-yə. Buradan da C-ni tapsaq C bərabər olur nəyə? Çarpaz vursaq hər tərəf 7-yə. 7A. Deməli C də bərabər oldu nəyə? 7A-ya. Gətirək əvəzləyək yerinə yazaq. Baxın burada. Onda olacaq nə? Yəni bunlar belə yerlərini dəyişək uşaqlar. B bərabər deyəcək. Burada da C bərabər deyəcək. Deyir, hər üçünün cəmi, yəni A üstəgəlsin 2B. Burada B-miz nə idi? 2A. Onu da 2-yə vursaq olacaq neçə? 4A üstəgəlsin 3C. C-miz 7A idi. 3-ə də vuranda olacaq 21A. Bərabərdir 104-ə. Buradan toplasaq 26A bərabərdir 104. A da bərabərdir. A da bərabər 4 eləyir də. Bəli, 4. Onda burada yerinə yazsaq A-nın qiymətini olacaq B 8, 4 dəfə 7, C də olacaq 28. Bizdən də hər üçünün nəyini soruşur? Cəmini soruşur. Olacaq 4 plus 8 üstəgəl 28. Bu da eləyəcək neçə? 40. Yəni doğru cavab olacaq 32 dənə. A variantı. Keçirəm növbəti suala, 33-cü suala. Deyir, boş olmayan çoxluqlardır. Bizdən nə soruşur? Deyir, rəngli hissələrin, elementlərin ümumi sayını tapın. Burada bizə verilənlər də var. Onda gəlin buraya yazaq 33 və buradan 3 dənə 3 ədəd böyük dairə görə çəkə biləcəyik. Bunu biraz aşağıya tərəf eləyək. Bura düşməyəcək, yaxşı. Onda bunu köçürdək. Baxın bura. Bura olsun 33. Deməli bizdə biri olsun A, biri olsun B, bu da olsun C. Şəkildə kimi elə. İndi deyir ki, A ilə B-nin kəsişməsi verilib, sonra B ilə C və A ilə C. İlk öncə gəlin, baxın gör, hər üçün kəsişməsində iştirak edən, baxın 5, 5, 5. Deməli, hər üçündə kəsişən nə olacaq? 5. Bu ortaya yazıram 5. Sonra digər tərəfdən A ilə B-nin kəsişməsi 3, 4, 5-dir. Deməli 5 buradadırsa 3 ilə də 4 olacaq burada. Sonra B ilə C 5 ilə 6-dır. 5 buradadırsa 6-ını da bura yazaram. 2, 5, 7 A ilə C-dirsə 5 buradadırsa 2 ilə 7-ni də yazaram bura. Və gəlin bura bir dənə kiçik A yazım. Bura kiçik B yazım. Burada kiçik C yazım. Niyə? İndi bizə lazım olacaq. Biləsiniz səbəbini. İndi baxıram birinci hissəyə. Deyir A ilə B birləşir. A ilə B birləşir. Fərq C-dən. Bu hansı hissədir? A ilə B-nin birləşməsi bu iki dairənin tam özüdür və fərq A ilə B bu hissədir, üzr istəyirəm. Bu iki dairənin kəsişməsi və fərq C. Yəni C-də olmayan hissələr artıq bax bu hissələr olacaq. Baxın, C-yə daxil olmayan hissələr. Baxın, bu hissələrin cəmi deməli bizdə nədir? 7 element. Deməli, onda mən yazıram A üstə gəlinsin B, yəni bu hissə, bir də üstə gəlinsin ortadakı. Neçə elementdir? 2 element. Üstə gəlsin 2 bərabər 7 olmalıdır. Onda buradan tapıram A plus B neçədir? 5. Buranı silirəm. Artıq ehtiyac yoxdur. A plus B tapdım ki 5'dir. İndi digər tərəfdən digərlərinə baxaq. A ilə C kəsir, daha doğrusu birləşir, üzr istəyirəm, fərq C. Deməli A ilə C birləşəndə bu iki dairə olur. Amma fərq B dediyi üçün ancaq B-yə daxil olmayan hissələr. Yəni bax bu A ilə C-nin B-yə daxil olmayan hissələr. Yəni bax bu hissə nəzərdə tutulur. Onda mən yazıram A 2C. Bu səfər yazacağam. A üstə gəlsin C, üstə gəlsin 2 bərabər neçə elementdir bu səfər? 6 element. Yazıram 6. Buradan da onda A plus C nə olacaq? A plus C ilə buradan yazıram. A plus C bərabər 6-dan 2 çıxanda qalacaq 4. İndi digər tərəfdən bizdə yekun olaraq hansı qaldı? B birləşir C.
və fərq A. Onda bu hissə olacaq. Yəni ki, artıq bildiniz qaydanı. Yəni A-ya daxil olmalıdır, daxil olmamalıdır və B ilə C-yə daxil olmalıdır. Onda olacaq B, 6 və C. Buradan da cəmləsək olacaq B üstəgəlsin C, üstəgəlsin. Ta burada 6 yazmırıq ha, uşaqlar, element sayını yazırıq. 1 bərabər olmalı, burada neçə verib? 3. Bərabər 3. Onda B plus C bərabər olur. 3-dən 1 çıxanda qalacaq 2. Məndə belə əlimdə olan 3 dənə belə tənlik qaldı. İndi mənə deyir ki, rəngli hissələrin ümumi sayını tapın. Rəngli hissələr, baxın, bu hissə, bu hissə, bu hissə. Mən hansıları işarələmişəm burada? Elə gəlin, rəngliyim məndə. Bir dəqiqə. Hansı hissədən söhbət gedir? Baxın. Bax, bu hissə, bura bir A demişdik biz. Sonra göy olan hissə, bu hissəni rəngləyiblər. Burada bir B demişdik. Burada olacaq nə? C. Bizdən bax, bu 3 göy rənginin cəmini soruşur. Yəni A plus B plus C. Mən bunları alt-alta toplasam, olacaq 2A, üstəgəlsin 2 dənə B, bir də üstəgəlsin 2 dənə C. Sağ tərəflərdə 1 toplasam 2, 4, 6, 5 də gəldi, neçə eləyir? 11. Uşaqlar, biz bayaq burada yazanda B ilə C-nin cəmi 4 eləyirdi. Orada 1 çıxanda 3 qalırdı. Bura 3 düşməlidir. Burada cəmi yekun neçə eləyir? 12. Hər tərəfdə 2-yə bölsək A plus B plus C bərabər olacaq neçə? 6. Yəni doğru cavab nə olacaq? B variantı 33-cü sualda. Keçək 34-cü suala. 34. Deməli, biz burada 34-cü sualda məhlulun neçə qram olduğunu tanımaq üçün birinci məhlulumuz x götürək, 30%-li, 10%-li məhlulumuzda y götürək. Cəmi burada 600 qram məhlul var. Yəni x plus y neçə olacaq? 600 qram. Bu ikisini qarışdırmışıq. İndi deyir, birincini 30%-lidir. Yəni bunu 30%. 30% nə olacaq? X vurulsun 30, bölünsün 100. Yəni 0,3 eləyir də. 0,3 x. Y-in də 10%-i 0,1 y eləyir. Deməli, bu qədər birində bu qədər duz var, digərində də bu qədər duz var. Və bunları toplayıb ümumi kütləyə bölməliyəm, yəni 600 qrama və vursam 100%-ə bərabər olmalıdır. Yekunda neçə faizlidir? 15%. Yəni olmalıdır 15%. Deməli, hər birindəki spirt miqdarını cəmləyib ümumi kütləyə bölüb 100-ə vursam, bizə yekun spirt, yəni faizliliyini göstərəcək. Yəni neçə faizli məhlul olduğunu çıxmalıdır və burada da deyir 15%-dir. Ona görə də 15 yazdıq. Buradan sadələşdirək, elə ixtisar aparaq. Burada qalacaq 0,3 x plus 0,1 y bərabərdir. 6-nı da 15-ə çarpaz vursaq eləyəcək 90. Hər tərəfdə 97 daha doğrusu. Hər tərəfdə 10-a vuraq. Olacaq 3x plus y bərabərdir 900. Və biz də ən başda yazmışdıq. Bunların cəmi nə qədər idi? 600 idi. Onda yazıram x plus y bərabərdir 600 qram. İndi mənə deyir ki 30%-li məhlul. Yəni 30%-li hansı idi? X-lə işarələmişdik də 30%-li. Bu da 10%-li idi. Aha. Onda yuxarıdan aşağını çıxaq. Sistem tənlikdir. 3x-dən x çıxanda qalacaq 2x, y-dən y çıxanda 0 qalacaq. 900-dən də 600 çıxanda qalacaq 300. Hər tərəfdə 2-yə bölərəm. Onda x bərabər olacaq neçə? 150 qram. Deməli 30%-li məhlul nə qədər imiş? 150 qram. Yəni D variantı. Keçək 35-ci suala. 35. Deməli, uşaqlar, burada misalın özünü yazım 35-ci sualda. Olacaq 2x bölünsün. Y məxrəcdə nə var? Y plus z. Y plus z. Buradan gəlin Y plus z-i tapaq. Y plus z-i tapmaq üçün x-i adlatmaq lazım digər tərəfə. Yəni bərabər olacaq nəyə? 0 çıx x, yəni mənfi x eləyir də. Onda o y plus x-in yerinə əvəzləyib yazıram nə? Mənfi x. Sonra üstə gəlsin. 3y bölünsün x plus z. X plus z-i biz buradan tapsaq, y-i digər tərəfə atlasaq olacaq mənfi y. Bir də çıxılsın, olacaq 4z. 4z bölünsün x plus y. Bu səfər x plus y tapsam, z-i bu tərəfə atlasam olacaq nə? Mənfi z. Bu da bərabərdir. 2x-i mənfi x-ə bölündə mənfi 2. Üstə gəlsin 3y-i mənfi y-ə bölündə daha doğrusu çıx 3. 4z-i mənfi z-ə bölündə mənfi 4z çıxma olduğu üçün üstə gəl 4 olacaq. Burada olacaq mənfi 5 üstə gəl 4 eləyir nə? Mənfi 1. Yəni doğru cavab olacaq nə? D variantı 35-ci sualda. Keçək 36-cı suala. Deməli 36-cı sualda belə şərt verilib. X kiçikdir modulda x-dan. O da kiçikdir x kvadratından. Yəni biz bilirik ki, normalda x, yəni müsbət ədəd olsa, niyə modulda x-dan kiçik olsun? Məsələn 2 kiçik ola bilərmi modulda 2-dən? Xeyr, təbii ki də bu mümkün deyil. Yəni deməli burada x necədir? Mənfidir. Yəni x 0-dan kiçikdir.
Məsəl üçün -1 həqiqətən kiçikdir modulda -1-dən. Modulda -1 elə müsbət 1 deməkdir. Deməli x nə oldu? Mənfi ədəd olmuş oldu. Yəni biz bunu təsdiqlədik. X oldu mənfi ədəd. İndi gəlin baxaq görək. Modul daxilində mənfi olanda biz onun əksini götürürük. Yəni mənfi özünə bərabər götürürdük. Deməli x mənfi ədəddirsə, tutaq ki -2 yazsaq, olacaq -2-ni 2-yə vuranda -4, 2 ilə toplayanda eləyiciyinə -2. Yəni burada modulun daxilində nə qalır? Mənfi eləyir. Deməli mən bunun mənfisini götürməliyim. Mənfi özünə bərabər götürəndə olacaq -2x çıxılsın 2. Bir də üstə gəlsin 2 vurulsun. Burada yenə x mənfi ədəddir. Tutaq ki -5 götürək və yaxud ən kiçik -1 götürsən belə yenə 0 eləyir. Və digər qiymətlərin hər birində mənfi olur. Yəni burada da nəyini götürməliyəm? Mənfi. Yəni belə desək mənfi özünə bərabər. Bəli. Burada olacaq nə? Onda -x çıx 1. Bu da bərabər hesablasa olacaq -2x çıxılsın 2. Bunu da vurub atsa olacaq çıxılsın 2x çıxılsın 2. Bu da bərabər edəcək -4x çıxılsın 4 şəklində. Doğru cavab olacaq 36-da da nə? A variantı. Keçək 37-ci suala. Təzə səhifə açaq buradan. 37 deyir, bu bərabərliyi x olarsa, bərabərliyi x ilə ifadə edin. Deməli uşaqlar, gəlin burada belə eləyib. Buradan hər birində 3-ü mötərizə xaricinə çıxardıq. 3 vurğunu. 37 idi bu. 3-ü çıxartsaq qalacaq 101-də 1. Üstə gəlsin. Buradan 3-ü çıxarsaq qalacaq 103-də 2. Üstə gəlsin. Bir də qalacaq nə? 105-də 3 şəklində. Bərabərdir x-a. Buradan da hər tərəf 3-ə bölsək, onda olacaq 1 bölünsün 101-də 101. Üstə gəlsin 103-də 2. Bir də üstə gəlsin 105-də 3. Bərabər olacaq nəyə? X bölünsün 3-ə. Hər tərəf 3-ə böldük. Digər tərəfdən mən öz misalımı biraz sadələşdirirəm. Bunu yazıram. Bu ifadəni birbaşa yazıram. Bərabərdir. 101-də 102-ni yazıram. 101 bölünsün 101 plus 101-də 1. Həqiqətən toplayanda 101-də 2 eləyir. Üstə gəlsin. Digər tərəfdən yazıram 103-də 103. Üstə gəlsin 103-də 2. Toplayanda yenə 103-də 5 verir. Bir də üstə gəlsin 105-də 108-i belə yazıram. 105-də 105. Üstə gəlsin 105-də 3 şəklində. Bu da bərabərdir. 101-də 101 1 eləyir. Sonra bu da 1 eləyir və bu da 1 eləyir. Bərabər yazıram 3. Üstə gəlsin 3 dənə 1 olur da. 101-də 1, 103-də 2, 105-də 3. Bunların cəmi bizə nə verirdi? X bölünsün 3. Yəni 3-də x. Və bunu da biz ortaq məxrəc eləsək, olacaq 3-də. Bunun məxrəcində 1 var. 1-i bölüb 3-ə vurmalıyım. Yəni 9 plus x. Yəni oldu 3-də 9 plus x. Yəni x plus 9 da ola bilər. Yəni D variantı. 37-də də olacaq cavab D. Keçirəm 38-ə. 38-ci sual. Görək nə istəyir? Deyir, aşağıdakı düzbucaqlı şəkli 6 eyni ölçülü düzbucaqlıdan və 2 eyni ölçülü mavi boz düzbucaqlıdan əmələ gəlmişdir. Mavi düzbucaqlılardan birinin sahəsi neçə santimetrin kvadratı olar? Deməli, uşaqlar, burada şəkildə tam görsənmir. Deyə bilərsiniz, mənim 6 dənə boz yoxdur burada. Baxın. Burada belə xətlər də var. Sadəcə tam olaraq görsənmir. İndi yəqin ki, siz orada bir də bax burada xət var. Yəni burada nə olur? 6 dənə bərabər düzbucaqlı olur da. 1, 2, 3, 4, 5, 6. Bəli, 6 dənə oldu nə? Bərabər düzbucaqlı. Yəni o xətləri çəkdim ki, yəni aydın görə biləsiniz. Deməli, uşaqlar, onda gəlin belə tapaq. Biz burada gördüyümüz kimi, baxın, buranın eninə 1, bu balaca düzbucaqlı eninə 1 x desək, x olur. Yəni, deməli, bu ümumi uzunluğu nəyə bərabər olur? 3x-a. Deməli, burada olacaq nə? 3x. Və biz bu kiçik n-ni də x demişdik də. Onda burada olacaq x, uzunluq yenə oldu nə? 3x. Deməli, cəmi də 24-də. Onda olacaq x plus 3x bərabər oldu nəyə? 24-də. 4x 24-dürsə, x neçə çıxır? 6. Yəni, ümid edirəm bu hissəni başa düşdünüz. Yəni, çünki biz n-nə bir x-dən işarə eləyəndə 3 dənə x olur və n-i də uzunluğuna bərabərdir də. Burada yuxarıda gördüyünüz kimi. 3 dənə n-i bir dənə uzunluğa bərabər. Onda elə bil n-i x-sa uzunluğu 3x olur və burada da bir n var, bir dənə uzunluq. Yəni 3x-la x olur. Cəmi də 24-sə x çıxır buradan 6. İndi burada x neçə çıxdı? 6 çıxdı. Və bir uzunluğu dedik ki, bu fiqurun bir uzunluğu dedik ki, nə qədərdir? 3x idi. 3 dəfə 6 onda olacaq neçə? Buranı da yazacaq. 18, burada oldu 6. Bura onda bu iki fiqurun
eni olacaq neçə? 18. Yazıram bura 18 və uzunluğu da bu balaca düzbucağın 2 dənəsinə bərabər idi. Yəni 18, 18. Cəmi də neçə eləyir? 36. Deməli, burada uzunluqda neçə oldu? 36. Və bizdən indi nəyi soruşur? Birinin sayəsini soruşur da. Onda birinin sayəsini soruşursa, ümumi eni 18 idisə 2-yə bölərəm. Bura 9, 9 düşər. Uzunluq da 36 idi, dəyişməyəcək. Onda birinin sayəsi S bərabər olacaq. 9 vur 36. Yazıram S bərabər 9 vur 36. Burada zaten 9 6-ya vuranda 54 eləyir də. Son 4 dənə bitməlidir. Elə bir ədəd bir dənə A variantındadır. Zaten vuranda da 324 eləyir. Yəni doğru cavab olacaq 38-də də A variantı. Keçək 39-a. 39. Deməli, 39-da belə bir ifadədir. Biraz da yaxınlaşdırım, yaxşı görə biləsiniz deyə. Deməli, əbob 3x çıxılsın 2 və 4y-in əbobu nəyə bərabər? 5-ə. Yəni, əbob nə deməkdir? Ortaq vuruq. Yəni, bu iki ifadədə ortaq vuruqlar neçədir? 5-dir. Və bizdə də bölüblər bir-birinə. 3x minus 2, bir də bölünsün 4y. Zaten bir-birinə böləndə bunların hər birinin ortaq vuruğu 5 idisə, bir-birinə böləndə bunlar zaten ixtisar gedəcək. Qalacaq yerdə nə? 2 dənə sadə vuruq. Bərabər yazıram nəyə? 4-də 5-ə. İndi gəlin biz burada çarpaz vuraq və yaxud da hər tərəfi 4-ə vursaq 4-lər ixtisar gedəcək. Çarpaz vuranda nə olacaq? Olacaq 3x minus 2 bərabər 5y. Deməli 3x minus 2 bərabər oldu 5y. Onda mən burada 3x minus 2-ni əvəzləsəm, yerinə 5y yazsam, onda olacaq nə? Yazıram buradan. Əbob. Bu 3x minus 2-nin yerinə 5y yazın. 5y bir də 4y bərabər oldu 5-ə. Buradan ortaq vuruq nədir? Y-lər də elə deyil. Deməli, onda y-lər əbobda ortaq vuruqlar götürür də. Deməli, y nəyə bərabər olacaq? Əbobun qarşısını çıxarsam. Y bərabər olacaq 5-ə. Y 5-dirsə, onda gətirib həmin qiyməti burada yerinə yazsam. Olacaq 3x minus 2 bərabər 5-də 5, 25. Buradan olacaq 3x bərabərdir. 2 ilə 25 toplayın deyici 27. X ilə bərabər nə olacaq? 9-a. Və məndən də nəyə soruşub? Bunların cəmi. 9 plus 5 bərabər edici neçəyə? 14-ə. Yəni doğru cavab burada olacaq nə? B variantı. Keçirəm 40-cı suala. Demək olar ki, suallarımız azalıb. 40-cı sual. 40. Deyir, tənlilər sistemi verilmişdir. X, Y hasilini tapın. Deməli, gəlin burada belə eləyək. Birincidə qruplaşdıraq birinci verilən tənlikdə. Onda x kvadrat çıxılsın, y kvadrat yanaş yazıram. Bir də yazıram çıxılsın. Burada da mənfi y plus x-dan da mənfini çıxarsam olacaq. Y minus x qalacaq. Bərabər 18-dir. Bunu biraz sadələşdirək. Mənfini elə bir qarşıya çıxartdım da. Buradan da bunun açılışı nədir? Müxtəsər vurma düsturundan x minus y-dir. Bir də x plus y. Bir dəqiqə. X plus y. Bir də çıxılsın y minus x var. Bərabər 18-ə. İndi qiymətləri yerinə yazsam. Daha doğrusu x minus y 9-dur. Bunun yerinə 9 yazıram. Vurulsun x plus y bilmirəm. Bir də çıxılsın y minus x var. Yəni bunun tərsi. Daha doğrusu əksi. Bunun da əksi nə olacaq? Y çıx x olur da. Hər tərəf mənfi 1-ə vuran. Onda deməli bu da bərabər olacaq nəyə? Mənfi 9-a. Yazıram bunu da yerinə. Mənfi 9 bərabər 18. Buradan da hesablayaq. Olacaq 9 vurulsun x plus y. 2 mənfi müsbət eləyəcək. Olacaq müsbət 9 bərabər 18. 9-u digər tərəfə atlasaq olacaq 9 vurulsun x plus y bərabərdir. 18-dən 9 çıxanda qalacaq 9. Hər tərəfdə 9-a bölərəm. Onda olacaq x plus y nəyə bərabər? 1-ə. Bizə şərtdə verib ki, x minus y də bərabər 9-a. Yenə sistem tənlik kimi alt-alta toplasam olacaq 2x bərabər 10-a, x də bərabər 5-ə. Buradan da y tapsam, y bərabər olacaq 5-dən neçə çıxsaq 9 qalar və yaxud da 5-in üstünə neçə gəlsək 1 eləyər, mənfi 4. Y də olacaq nə? Mənfi 4. Məndən də bunların hasilini soruşur. 5 vurulsun mənfi 4. Bu da eləcə nə? Mənfi 20. Yəni doğru cavab olacaq 40-da A variantı. Keçək 41-ci suala. 41-ci sual. 41. Deyir, A qabının həcmi B qabının həcmindən 2 litr azdır. A qabı ilə 28 qab su tutan bidon B qabı ilə 21 qab su tutur. Buna görə B qabının həcmi neçə litrdir? Onda belə bir tənlik quraq uşaqlar. Tutaq ki, bir A qabı götürəm, bir dənə də B qabı götürəm. A qabı B qabından 2 litr azdır. Onda B qabı, daha doğrusu A qabı x olarsa, B qabı nə olmalıdır? X plus 2. Yəni B-dən 2 litr azdır. Və deyir, A qabı ilə 28 qab su tutan. Onda 28-i vuracam
x-a, yəni A qabı o qədər tuturdu. Bərabər olmalı nəyə? B qabı ilə 21 qab su tutur. Yəni eyni litr olmalıdır. 21 vurulsun B qabı. Yəni x plus 2 olmalı. Buradan da olacaq hər tərəfi 7-yə bölərəm. Qalar 4x bərabərdir 3 vurulsun x plus 2-yə. Vurub atsam burada olacaq 4x bərabərdir 3x plus 6. 4x-dan 3x çıxanda qalacaq x bərabər 6. X 6-dırsa, onda A qabı 6, B qabı da 6 plus 2, yəni 8 litr su tutacaq. Yəni doğru cavab olacaq. Bizdən B-ni soruşur da 8. Bax 42-ci suala. 42-də görək bizdən nə istəyir. Deməli uşaqlar burada nə olacaq? Elə şəklin üstündə izah eləyək. Eni 3x-dir. Uzunluğu da 12-dir. Onda bura cəmi 12-dirsə və bu kiçik hissələr hər biri 3x-sa, burada olacaq 3x. Mənə ağ hissə lazımdır. Onda ümumi uzunluqdan, yəni 12-dən çıxaram 3x, yəni 6x. Deməli, bu ağ hissənin bu tərəfi nə olacaq? 12 minus 6x. 12 çıxılsın 6x. Və bunu özü kvadrat olduğu üçün bunu kvadratın perimetri nəyə bərabər? P bərabər 4 adı da. Burada tərəfimiz budur. Olacaq 4-ə vurmalıyıq. Yəni olacaq 48 çıxılsın 24. X təbii ki yanında da x yazacaq. 48 çıx 24 x varmı? Bəli, D variantı. Yəni doğru cavab olacaq 42-də nə? D variantı. Keçək 43-ə. 43-cü sual görək nə istəyir bizdən? 43. Deyir, bir mebel firması konferans salonları üçün müxtəlif formada stollar hazırlayır. İstehsal olunan masalar müxtəlif dizaynda tərtib olunur. Burada əyləşəcək insan sayları nöqtələr halında aşağıdakı şəkildə göstərilmişdir. Buna görə neçənci addımda eyni anda stolda 84 nəfər otura bilər. Deməli, uşaqlar, bu tipli suallarda həmişə şəkillə o ardıcıllıq arasında birinci, ikinci, yəni o nömrələr arasında əlaqə qurmalıyıq. Birinci şəkildə saysaq burada görək ki, 12 dənə adam oturub. İkinci şəkildə saysaq görəcəyik 16 nəfər. Üçüncü şəkildə isə görəcəyik neçə nəfər? 20 nəfər oturub. İndi biz buna uyğun bir düstur tətbiq eləməliyik, yəni düstur hazırlamalıyıq belə desək. Və yaxud da qeyri-aşkar operator kimi tapmalıyıq. 1-dən 12 necə almaq olar? 2-dən 16-nı, 3-dən 20-ni. İndi biz burada şəklə baxıb düsturu necə çıxarda bilərik? Görürük ki, həmişə baş hissələrdə nə olur? 4, 8 nəfər olur da. Bu 8 nəfər həmişə var. Deməli, mən hər zaman üzərinə nə gəlməliyim? 8 gəlməliyim. İndi görək qarşı tərəfə nə yazmalıyıq? Görürük ki, burada 2n, 4n-dir da. Belə desək, 4 nəfər. Sonra olub neçə nəfər? 4 də əlavə olub 8 nəfər. Sonra bu qarşı-qarşıya söhbət gedir. Sonra burada olub 2 idi, 4 idi, bir dənə də 2 nəfər də artırılıb. Yəni olub 6, 12 nəfər. Hər dəfə elə bil 2 misli qədər nə olur? Artır. 2 misil qədər yox, üzr istəyirəm. 4-ün misilləri qədər artır. Baxın, 4, 8, 12 növbəti olacaq 16. Yəni deməli 4-ün neyinir artır? Yəni 4-ün misilləri olmalı. Ümumən düstur kimi olacaq necə? 4-ün plus 8. Həqiqətən siz burada qiymətləri də yerinə yazsınız, görərsiniz ki, cavab düz çıxır. N-in yerinə məsələn 1 yazanda nə çıxacaq? Yazanda 12 olur, görürsünüz, 12 verir. Sonra n-in yerinə 2 yazsaq 2 dəfə 4, 8, toplayanda 16. 3 yazanda 3 dəfə 4, 12, 8 də o 20. Görürsünüz, yəni düsturu çıxartmış olduq. Və yaxud da yenə dediyimiz kimi öz qaydanızla qeyri-aşkar operator şəklində də tapa bilərsiniz. İndi bizdən neçəncini soruşur tapın. Deyir, eyni anda stolda 84 nəfər otura bilər. Yəni neçənci adamda, deyir, eyni anda, neçənci addımda daha doğrusu. 84 nəfər otura bilər. Onda bunu 84-ə bərabər edirəm. Eyni tapmalıyam da. Buradan olacaq 4-ün bərabər 84-dən 8 çıxanda qalacaq 76. 76-nı da 4-ə bölsək n bərabər olacaq neçəyə? 1, 19. 19 nəfər. Yəni doğru cavab olacaq 43-də A variantı. Keçək 44-cü suala. Artıq 2 sualımız qalıb riyaziyyat bitməyinə. Deyir, x kiloqram qarğıdalı və 60 kiloqram buğda eyni ölçü torbalara bir-birinə qarışdırılmadan və artıq qalmayacaq şəkildə doldurulur. X kiloqram qarğıdalı və 60 kiloqram buğda. Yəni tam doldu. Torbaların tutumu natural ədədlərlə ifadə olunur. Yəni tam yəni elə qiymət götürməliyik ki, orada dolduranda yəni natural ədəd olsun. 5, 10, 20. Deyir, bu iş üçün ən az 9 torbaya ehtiyac olduğuna görə x aşağıdakılardan hansı ola bilməz?
Deməli 9 torbaya ehtiyac varsa, 9 bərabər və bunlar bərabər torbalarda yekun məndə cəm, yəni x plus 60 nəyə bölünməlidir? 9-a bölünməlidir. Yəni bu ümumi çəki 9 torba arasında bərabər sayda bölünməlidir. Yəni bu ifadənin özü 9-a tam bölünməlidir. İndi gəlin görək. Deyir hansı ola bilməz? Yəni hansı bölünməsə deməli həmin ədəd ola bilməz. X-in yerinə 30 yazsaq. 30 plus 60 neçə eləyir? 90 eləyir. 99-a tam bölünür. Deməli A variantı olmaz. Daha doğrusu ola bilər də, yəni cavab olaraq götürməyəcəm. Sonra B variantını götürsəm 48. 48 plus 60 bu eləyir neçə? 108. 108 9-a tam bölünür. Deməli bu da ola bilər. Yəni bizdən bilməz soruşur. Sonra bir də 75 götürsəm, olacaq 75 plus 60 bu eləyəcək neçə? 135. 135 9-a bölünürmü? Bəli, rəqəmlər cəmi çünki bölünür. Deməli 75 kiloqramda ola bilər. Deməli yeganə qaldı nə? 80. Gəl 80 də yoxlaq. 80 plus 60 neçə eləyir? 140. Həqiqətən 140-ın nə rəqəmlər cəmi, nə də özü 9-a tam bölünmür. Deməli 80 olmaz. Yəni doğru cavab kimi D-ni götürəcəm. Nəhayət sonuncu sualımıza baxaq. 45-ci sual. 45. Deyir bir hində olan 3 növ quşdan 9-u xarici 9 xaric, qalan hamısı toyuq, 10 xaric, qalan hamısı qaz, 11 xaric, qalan hamısı ördəkdir. Buna görə hində neçə toyuq var? Gəlin onda belə eləyək. Tutaq ki, 3 növ quş varsa toyuqlara bir T ilə əvəz eləyim. Sonra hansılar var? Qaz. Qazları elə qı ilə işarələyim. Əvəz edək. Bir də hansı növ quş var? Ördək. Ördəyə də bir ö ilə işarələyim. İndi deyir 9 xaric, qalan hamısı 9. Toyuqdur da. 9-u xaric, qalan hamısı toyuqdursa, deməli o yerdə qalan ördəklə qazın belə desək sayı neçədir? 9. Yazıram qaz üstə gəlsin. Ördək bərabər 9. Çünki bu 9-undan başqa yerdə qalanı toyuq idi də. Deməli bu 9-u yerdə qalan o 2 növ belə desək quşdan. Sonra deyir 10 xaric, qalan hamısı qaz. Yəni 10 xaric, yəni toyuqla ördəkdən başqa, yəni bu 10 dənədən başqa hamısı qaz. Onda deməli toyuqla ördəyin cəmi oldu neçə? 10 dənə. Sonra deyir nə? 11-i xaric, qalan hamısı ördəkdir. Yəni bu səfər qazla toyuğun cəmi nə olmalıdır? 11. Aha. Məndə belə 3 dənə tənlik oldu. Gəlin indi bu tənliyi həll eləyək. Cavabı almış olarıq o zaman. Hər birini alt-alta toplasaq 2 dənə olacaq ö, yəni 2 ördək. Üstə gəlsin 2 dənə t var. 2 t toyuq. Üstə gəlsin qaz. 2 dənə də olacaq. Bu t-dır. Üstə gəldi. 2 dənə də q bərabərdir. Toplasaq bu neçə eləyəcək? 30 eləyəcək. Hər birini 2-yə bölsək olacaq ördək üstə gəlsin toyuq, üstə gəlsin qaz bərabərdir. Neçəyə 2-yə böləndə 15. Doğru topladıqmı? Bəli. İndi deməli bizdən nəyi soruşurdu? Toyuq sayını. İndi buradan gəlin toyuğu ayırıram. Yazıram toyuq üstə gəlsin. Ördək plus qaz bərabər 15. Deməli ördəklə qazın cəmi nəyə bərabərdir? Baxın 9-a. Yenə əvəzləyib yerinə yazıram 9. Onda olacaq t plus 9 bərabər 15-ə. Buradan da t bərabərdir 15-dən 9 çıxır. Nə qalır? 6. Deməli 6 dənə nə var imiş? Toyuq var imiş. Yəni doğru cavab olacaq 45-də C variantı. Yenə istəsəz ardını məntiq olan hissəsini də sizə çəkib paylaşaram. Bu günlük bu qədər. Özünüzə yaxşı baxın.